Romalıların torpaqlarında bir dənə də olsun ərəb, kişi, qadın və ya uşaq qalmayacaq. Ya öldürüləcəklər, ya da sürgün olunub o torpaqlardan qovulacaqlar. Yahudilərin və xristianların da başına gələn bu fəlakət, Muhammed və Ali Muhammed əleyhissalam buyurur ki, Mehdi əleyhissalamın zamanında və ya Mehdinin qiyamından əvvəl müsəlmanların da başına gələcək. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahumme salli ala Muhammedin ve ali Muhammed. Eleymu vel mehdina ve sellim teslima. Esselamu aleykum ve rahmetullahi. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuh. Əziz bacım və səhabəm Yasmin. Və əleyküm əssalam və rəhmətullahi və bərəkatuh. Mənə qatıldığın üçün təşəkkür edirəm. Məni dəvət etdiyiniz üçün təşəkkür edirəm. Bu mənim üçün şərəfdir, Əbbas O şərəf mənə aiddir. Allah səni qorusun. Təşəkkür edirəm. Beləliklə, bugün vacib bir mövzu haqqında danışacağıq. Tamaşaçılarımıza bir vasitə təqdim edəcəyik. Gələcəyi proqnozlaşdırmaq və görmək üçün bir vasitə. Başqa sözlə, bir açar. Bu, Süleyman Peyğəmbər əleyhissalamın açarlarından biri idi. Süleyman Yahudilikdə, Xristianlıqda və İslamda ən tanınmış peyğəmbərlərdən biridir və onun dövləti tarixdəki ən qüdrətli dövlətlərdən biridir. Onun dövləti yalnız qaimin dövləti ilə müqayisə edilə bilər. Süleyman əleyhissalamın bu açarına istinadlar köhnə əhddə, onun müəllifi olduğu Vaiz kitabında qorunub saxlanılmışdır. Bu kitabda onun sözləri yazılmışdır. O orada belə deyir: Nə olubsa yenə olacaq, nə edilibsə yenə ediləcək. Ona görə də səma altında tamam təzə bir şey yoxdur. Məgər bir şey varmı ki, onun haqqında deyilsin? Bax, bu təzə bir şeydir. O da çoxdan var imiş. Bizim dövrümüzdən əvvəl. Əvvəlki şeylərdən heç nə xatırlanmır. Gələcəkdə baş verən şeylərdən də bundan sonra gələnlər arasında heç nə xatırlanmayacaq. Bu ayələrdə Süleyman Peyğəmbərin bu sözlərində açılacaq böyük sirlər var. Və bu, gələcəkdə hazırlayacağımız bir bölümdə müzakirə edəcəyimiz mövzunun təməlidir. Bu bölümdə biz yer üzündə mövcud olmuş texnologiyalar ideyasını araşdıracağıq. Bu texnologiyalar ya bugünkü texnologiyalara bənzər idi, ya da onlardan daha inkişaf etmiş və ya rəqabət aparacaq dərəcədə idi. Bu texnologiyalardan bizdən əvvəl yer üzündə yaşamış qədim xalqlar və digər məxluqlar istifadə edirdi. Aydındırmı? Ancaq bu mövzuya daha sonra qayıdacağıq. Bugün diqqətimizi cəmləşdirmək istədiyimiz əsas fikir Süleyman Peyğəmbərin qeyd etdiyi kimi zamanın xətti deyil, dövrü olmasıdır. Yer üzündə baş verən hadisələr hər dövrdə təkrarən baş verir. Keçmiş, indiki dövrdə təkrarlanır və indiki dövrdə, gələcəkdə yenidən təkrarlanır. Bu səbəbdən biz insanlığın tarixində, peyğəmbərlərin hekayələrində mövcud olan bu arxetipləri tapa və müəyyən edə bilərik. Bu hadisələri, bu arxetipləri və bu personajları tapmaq və müəyyən etmək bizə gələcəkdə baş verəcək hadisələri anlamağa və bilməyə kömək edəcək. Aydındırmı? Və bununla bağlı çox sayda nümunə mövcuddur. Məsələn, Yahudilikdə və İslamda Musanın zamanına aid bir hekayə var. Musanın hekayəsi əsasən belədir.
Musanın anası bir yuxu görür. Allah tərəfindən vəhy alır ki, övladını xilas etməlidir. Çünki o dövrün Fironu ulduzlardan xəbər alan, münəccimlərdən və astronomlardan xəbər alırdı. Onlara öz padşahlığı haqqında məsləhət üçün müraciət edirdi və bu şəxslərin ona gələcək haqqında verdikləri bir növ məlumat və ya baxış bucağına güvənirdi. Onların ona verdiyi məlumatlardan biri bu idi ki, Fironun imperiyası, Misir imperiyası bütövlükdə Misirin aqibəti bir İbraninin doğulması ilə sual altına düşəcək. Qəzəb və qorxu ilə Firon bir fərman verir. Həmin dövrdə doğulan bütün İbrani oğlan uşaqları öldürülsün. Bu hadisəyə Fironun hekayəsinə baxdığımızda, onun astroloqlardan bir xilaskar körpənin doğulacağı xəbərini aldığını, sonra coşaraq həmin dövrdəki bütün uşaqları öldürmək qərarına gəldiyini görürük. Bu hadisə keçmişdə baş vermiş bir hadisənin təkrarıdır və gələcəkdə də təkrarlanır. Çünki biz rəvayətlərdə İbrahimin doğulması haqqında demək olar ki, eyni hekayənin danışıldığını görürük. Nəmrud adlı biri var, yəni o dövrdə mövcud olan Babilin şərli tiranı. You have Nimrod, you have the evil tyrant of Babylon who is existing at the time. It says in the narrations that he was relying on his astrologers to identify for him any threats that were posing. Rəvayətlərdə deyilir ki, o imperiyasına və padşahlığına təhlükə yaradan hər hansı bir təhdidi müəyyən etmək üçün münəccimlərinə güvənirdi. Onlar isə ona deyirlər, bax, göydə bir ulduz və ya bir meteor gördük və xəbərdarlıq edirik ki, bir uşaq doğulacaq. Nəmrud isə qorxusundan həmin dövrdə yaşayan bütün körpələri öldürməyə qərar verir. Yəhudi və müsəlman rəvayətləri İbrahimin valideynlərinin onu necə gizlətməli olduqlarını izah edir. Anası onu götürüb bir mağarada gizli şəkildə dünyaya gətirir. Onu cəmiyyətdən uzaq tutaraq qoruyur ki, insanlar və ya Nəmrudun İbrahimin xilaskar padşahın doğulduğunu öyrənməsinlər. Bu hekayə Musanın hekayəsi ilə demək olar ki, tamamilə eynidir. Lakin bu, İbrahimin dövründə, yəni Musadan əvvəl baş verir. İndi buna baxaraq belə düşünmək olar. Yaxşı, bəlkə də Musanın hekayəsi saxta bir hekayədir və Musanın hekayəsinin müəllifləri ondan əvvəl gələn İbrahimin hekayəsini kopyalayıblar. Yaxud da Süleymanın sözlərinə baxa və onun bizə verdiyi açardan istifadə edərək başa düşə bilərsiniz ki, xeyr. Bu, tarix dövrü olduğu üçün belədir və hadisələr əvvəldə olduğu kimi və ya bənzər şəkildə baş verir. Günəş altında yeni heç nə yoxdur və gələcəyi bilmək istəyənlər keçmişi öyrənməlidirlər. Eyni hekayənin gələcəkdə İsa Peyğəmbərin zamanında yenidən təkrarlandığını görürsünüz. Bu dəfə zalım bir Yəhudi padşah var. O, bir uşağın Məsihin doğulacağını və onun hakimiyyətinə təhlükə yaradacağını eşidir. Ona görə də həmin dövrdə yaşayan bütün körpələri öldürmək üçün bir fərman verir. Beləliklə, Musanın və İbrahimin başına gələnlər eyni şəkildə İsa'nın da başına gəlir. Valideynləri İsa'nı dünyaya gətirmək üçün gizlənməli, öz yurtlarından köçməli və onun həyatını qorumaq üçün Misirə getməli olurlar. Ta ki, həmin padşah ölənə qədər. Sonra isə onun yerinə başqa biri gəlir. Beləliklə, Musanın hekayəsinin keçmişdə İbrahimin zamanında, gələcəkdə isə İsa'nın zamanında təkrarlandığını görürük.
Və bu baş verən yeganə arxetip deyil. Burada zalım bir padşahın hekayəsinin təkrarlanmasını görürük. Nəmrud, Firon, Hirod, zalım bir padşahın öz imperiyasını qorumağa çalışması mövzusu təkrarlanır. Eyni zamanda bir xilaskarın göndərilməsi mövzusu da var və o da təkrarlanır. O, həmin dövrün mövcud idarə etmə sisteminə İbrahimin vasitəsilə, Musa vasitəsilə, İsa vasitəsilə təhlükə yaradır. Və bu hekayələrə daha yaxından baxdığımız zaman onun həqiqətən bütün cəhətlərdə, formalarda və tərzlərdə təkrarlandığını görəcəksiniz. Fironun evində olan bir qadın haqqında bir hekayə var. Bu qadının Fironun arvadı olduğu güman edilir. Bəzi rəvayətlərdə isə deyilir ki, o Fironun qızıdır. Xülasə, Fironun qızı və ya arvadıdır və o Musaya inanır. O, İbranilərin çəkdiyi əziyyətə və doğulan xilaskara rəğbətlə yanaşır və onlardan zərəri uzaqlaşdırmaq istəyir. O, öz əri Firon II Ramzesdən xahiş edərək Musaya və onun xalqına zərər yetirməməsini istəyir. Nəticədə rəvayətlərə görə Ramzes tərəfindən təqib edilir. Bəzi rəvayətlərdə deyilir ki, o, yüksək bir yerdən və ya yüksək bir qüllədən yerə atılaraq bədəninə batan dirəklərlə öldürülür. İslam rəvayətlərində bu qadın Asiya əleyhissalam adı ilə tanınır və onun ən yaxşı qadınlardan biri olduğu ya da tarixdəki 4 ən yaxşı qadından biri olduğu qeyd olunur. Asiya arxetipi, yəni bu cür kafirlə evli olan möminlərin və ya xilaskarın məsələsini müdafiə edən bu qadın obrazı İsa'nın dövründə Ponti Pilatın arvadı Claudia Proculanın hekayəsində təkrar olunur. Bu hekayə sanki sözbəsöz tamamilə eyni şəkildə təkrar olunur. Ponti Pilat var və ona yəhudilər tərəfindən xilaskarı təqib etmək üçün təzyiq göstərilir. Onun arvadı isə İsa haqqında yuxular görür. O, İsa'ya rəğbətlə yanaşır və deyir ki, bu insan Allahdandır. Beləliklə, o, İsa'nın müqəddəs biri, Yaradan tərəfindən göndərilən bir elçi olduğuna inanır. O, Ponti Pilata İsa'ya zərər verməməsi üçün yalvarır. Bu hekayə Asiyanın hekayəsinin tam bir nüsxəsidir və yenə də eyni hekayənin İslamda təkrarlandığını görürük. Yəhudilikdə Musa ilə, sonra xristianlıqda İsa ilə baş verən bu hekayənin İslamda Kərbəla hadisəsində İmam Hüseyn əleyhissalamın zalım Yezidə qarşı durmasında təkrarlandığını görürük. İmam Hüseyn əleyhissalamın inqilabı zalım tiran Yezidin lənətullahi aleyh hakimiyyətinə, hökmranlığına, səlahiyyətinə ya da başqa sözlə padşahlığına bir təhdiddir. Çünki Yezid haqsız olaraq hakimiyyəti ələ keçirib. İmam Hüseyn əleyhissalam İslamın xilaskarıdır. Önə çıxır və Yezidin evində Hind adlı Yezidin arvadı İmam Hüseyn əleyhissalamın möminlərin işinə rəğbət bəsləyir. O əri Yezidə yalvarır ki, İmam Hüseyn əleyhissalama qarşı hər hansı bir hərəkət etməsin. Beləliklə, Asiya obrazı İsa'nın zamanında və sonra da İmam Hüseyn əleyhissalamın zamanında təkrar olunur. Bu eyni ruh və eyni şəxsiyyətdirmi? Xeyr, bu eyni ruhun ya da eyni şəxsiyyətin reinkarnasiyası deyil. Və şübhəsiz ki, Musa İsa olaraq, sonra da İmam Hüseyn olaraq reinkarnasiya etmədi. Amma bu hadisələr, arxetiplər, şərtlər tarix boyunca dəfələrlə təkrarlanır. Məncə, bu çox maraqlı bir nöqtədir ki, digər rəvayətlərdə də təsdiqlənir. Xüsusən də Muhammed və Ali Muhammeddən olan rəvayətlərdə. Məsələn, Həftül Şərifdə və bir qrup qnostik rəvayətlərdə və İmam Sadiq əleyhissalam ilə Müfəssal İbn Ömər arasında
Eləcə də Cabir Cofi ilə İmam Muhammed Baqir əleyhissalam arasında baş verən söhbətlərdə belə bir mövzu var ki, onlar imamdan zamanımızın Adəmi haqqında soruşurlar. Ondan əvvəl kiminsə olub-olmadığını soruşurlar. Və onlar təsdiq edirlər ki, bizim Adəmimizdən əvvəl bir Adəm, sonra başqa bir Adəm, başqa bir Adəm, başqa bir Adəm olub. Və biz 7-ciyik. Biz 7-ci Adəmin və ya 8-ci Adəmin nəsliyik. Bizim hazırki Adəmimiz bildiyimizə görə 7-ci və ya 8-ci idi. Və rəvayətlər Müfəssəl İbn Ömərə işarə edir ki, İmam Sadiq əleyhissalam ona deyir, əgər Quran-ı Kərimi araşdırsanız, Musa ilə Firon arasında baş verən söhbətlərin müxtəlif surətlərdə təkrarlandığını görərsiniz. Beləliklə, eyni səhnəni bir neçə surədə, amma fərqli şəkildə görəcəksiniz. Bir surədə Musa Firona yaxınlaşıb ona, məsələn, səni haqqa çağırıram deyər. Başqa bir surədə isə o Firona yaxınlaşıb, ondan mənim xalqımı buraq tələbini edər. Üçüncü surədə isə Musa Firona yaxınlaşar və Quranda qorunub saxlanılmış olanlar arasında söhbət tamamilə başqa bir tərzdədir. Beləliklə, İmam Sadiq əleyhissalam Müfəssəl İbn Ömərə deyir ki, bunun səbəbi budur. Musa ilə Firon arasında hər bir söhbət müəyyən bir zaman dövrünə aiddir. Hər bir söhbət bir dövrə aiddir. Bir dövrdə Musa obrazı öz Fironuna gedib, ondan mənim xalqımı buraq tələbini edir. Sonra tarix yenidən təkrarlanır. Yeni bir Musa bir Firona göndərilir və ondan mənim xalqımı buraq tələbini edir. Amma söhbət fərqli bir şəkildə olur. Hər dəfə bu söhbət qeyd olunanda, bu tarix dövrünün fərqli bir mərhələsidir ki, orada fərqli bir Musa Firona göndərilir. Və başqa rəvayətdə bildirilir ki, dövrlər təkrarlanır və necə ki, bizim 7-ci və 8-ci Adəmimiz var. Eləcə də hər bir dövrdə bir İsa, bir Nuh, bir Firon, bir Haman, bir İbrahim, bir Nəmrud və bir Məhəmməd və Ali Məhəmməd mövcuddur. Bunlar hər dövrdə göndərilir. Bəzi rəvayətlərdə deyilir ki, göndərilən İbrahim, Adəm və Musa bizim dövrümüzdə göndəriləndən fərqlidir. Amma başqa rəvayətlərdə deyilir ki, birinci Adəmin nəsli və ya dövrü üçün göndərilən Muhammed və Ali Muhammed hər bir nəsil və ya dövr üçün eyni şəxslərdir. Sübhanallah. Bunu eşitmək inanılmazdır. Bu mənim əvvəllər heç eşitmədiyim maraqlı bir məlumatdır və siz bunu bu cür izah etdikdə bu məntiqli görünür. Çünki əks halda eyni səhnə niyə bir neçə dəfə təkrarlansın, amma söhbət fərqli olsun? Tamamilə doğrudur. Məncə bu maraqlıdır və eyni zamanda vacibdir. Çünki biz bu hadisələri araşdırmalı və Qaimin və ya Mehdinin dövründə nə gözləyəcəyimizi anlamalıyıq. Mənə maraqlı gəlir ki, Muhammed və Ali Muhammedin dövründə dedikləri kimi, İslamın əvvəllərində bu iki ailə, Muhammedin ailəsi və Əbu Süfyanın ailəsi arasında müharibə olmuşdu. Onlar bu müharibənin İslamın son dövründə yenidən təkrarlanacağını, bu zaman Ali Muhammeddən olan vəd edilmiş şəxs, yəni Mehdi xarakteri ilə Əbu Süfyanın nəslindən olan o dövrdə zuhur edəcək Süfyani xarakteri arasında baş verəcəyini proqnozlaşdırmış və bildirmişdilər. Beləliklə, İslamın əvvəlində baş verən hekayə bir daha İslamın sonunda təkrarlanır və həmçinin Mehdinin dövründə baş verəcək hadisələrdən bəhs edən rəvayətlər var ki, bunlar keçmişdə, bizim yaxın keçmişimizdə, həmçinin peyğəmbərlərin zamanında baş verənlərlə qəribə dərəcədə oxşardır. Məsələn, Yəhudiliyin tarixi boyunca təkrarlanan hadisələri görürük. Yəhudilər və İsraillilər zalım bir hökmdar tərəfindən zülmə məruz qalır.
O hökmdar yəhudiləri sürgün edir və onları dünyanın hər yerinə səpələyir. Eynilə Assuriyalıların etdiyi kimi, ya da Babillərin etdiyi kimi, Nebukadnezarın zamanında yəhudiləri həbs edib, onları əsasən konsentrasiya düşərgələrinə yerləşdirir, ya da imperiyasında işləmək üçün kölə kimi istifadə edir. Qalanlarını isə yəhudilərin yurdunu məhv etdikdən sonra müxtəlif torpaqlara sürgün edir. Xristianlıqda da eyni şey təkrarlanır. Bu dəfə zalım Nebukadnezar deyil, Nerondur. Onun və varislərinin xristianlığı Roma imperiyasının rəsmi dini olana qədər bir neçə yüz il ərzində xristianlara qarşı davamlı zülm etdiklərini görürük. Onlar Romada küçələrdə şam kimi istifadə etdiklərini, qaynar yağa və ya yanan suya saldıqlarını görürük. Xristian əhalisinin mövcud olduğu dövrdə onları çarmıxa çəkir və hər cür dəhşətli işgəncələr və qətllər həyata keçirirlər. Onları Romadan sürgün etdiklərini görürük. Muhammed və Ali Muhammedin rəvayətlərində belə bir fikir var ki, bir rəvayətdə Muhammed Peyğəmbərin sallallahu aleyhi və alihin dövründə yaşayan səhabələrdən biri gələcəkdə Mehdi əleyhissalamın dövründə baş verəcək hadisələr haqqında danışıb. O buyurub ki, Rum diyarlarında bir nəfər belə ərəb kişi, qadın və ya uşaq qalmayacaq ki, öldürülməsin və ya sürgün edilərək o torpaqlardan çıxarılmasın. Bu, yəhudilərin və xristianların üzləşdiyi faciəvi hadisələrin bir bənzəridir. Muhammed və Ali Muhammed bildiriblər ki, bu hadisə Mehdi əleyhissalamın dövründə və ya onun zuhurundan əvvəlki zamanda müsəlmanların başına da gələcək. Bu, həm də yaxın keçmişdə insanlığın yaşadığı dünya müharibələrində baş verən hadisələri xatırladır. Xüsusən İkinci Dünya müharibəsində yəhudilər və digər azlıqlar konsentrasiya düşərgələrinə göndərildi. Amerikada yaponlar konsentrasiya düşərgələrində saxlanılırdı. Almaniyada və onun işğal etdiyi ərazilərdə isə yəhudilər eyni taleyi yaşadı. Eyni cür mühit bu gün də təkrarlanır. O zaman antisemitizm, immiqrantlara qarşı düşmənçilik və yəhudilərə qarşı dərin nifrət mövcud idi. Bu gün biz bənzər şəkildə antisemitizm, İslamofobiya, ərəb əleyhinə təbliğat və immiqrantlara qarşı irqçilik müşahidə edirik. Avropa xüsusilə böyük bir problem ilə üzləşir. Onlar müsəlman immiqrantların əsasən də Suriyalı, Əfqanistanlı və İraq mənşəli əhalinin müharibələr nəticəsində Avropa və Amerikaya köçməsini öz torpaqlarının işğalı kimi qəbul edirlər. Biz bu hadisələrin təkrarlanmasını görürük. Məsələn, Neronun dövründə binalar yandırılmış və buna görə də yəhudiləri günahlandırmışdı. Və bu hadisənin bir paraleli olaraq Qərbdə, xüsusilə ABŞ-da binaların dağıdılması və terror hücumlarının baş verməsinin günahını İslam dininin və ümumiyyətlə müsəlmanların üstünə atırlar. İki əhali qrupu arasında artan gərginlik müşahidə olunur. Hazırda Avropa və Amerikada yaşayan əhalinin böyük bir hissəsi sağçı, siyasi ideologiyalara yönəlmiş vəziyyətdədir. Amerika Birləşmiş Ştatlarının prezidenti müasir Romaya bənzəyən bir cəmiyyətin lideri olaraq görülə bilər. Çünki ABŞ Roma ideallarına əsaslanaraq qurulmuşdur. Qərb ölkələri ümumilikdə müasir Roma hesab edilə bilər. Avropa İttifaqının bayrağı belə Katolik kilsəsində Məryəm ana təsvirlərində yer alan
ulduzları və rəngləri istifadə edir ki, bu da 12 həvarini və xristianlığı təmsil edir. Roma imperiyasının təkrarlanması bu imperiyaların keçmişdəki təzyiqlər və mühitlərinin indiki dövrlə paralellik göstərməsi aydın şəkildə görünür. Keçmişdə Yəhudi və xristianlara qarşı təqiblər olduğu kimi, bu gün də müsəlmanlara qarşı belə bir düşmən münasibətinin yaranması müşahidə edilir. Muhammed Peyğəmbər sallallahu aleyhi və aleyh bu təkrarı təsdiqləyərək belə bir rəvayət söyləmişdir. Bir zaman gələcək ki, qərbdə yaşayan müsəlmanlar artıq qəbul edilməyəcək və qovulacaq ya da öldürüləcəklər. Bu cür paralel hadisələr göstərir ki, tarix təkrar eyni dövrlərdən keçərək özünü yenidən göstərir. Bu həm tarixi bir qanuna uyğunluqdur, həm də gələcəkdə baş verəcək hadisələrə dair xəbərdarlıqdır. Donald Trumpın ABŞ-ın prezidenti olaraq vəzifəyə gəlməsi ilə onun hökumətində və kabinetində mövqelərə təyin etdiyi şəxslər diqqət mərkəzinə çevrildi. Bu şəxslərdən biri sosial mediada və xəbərlərdə böyük müzakirələrə səbəb oldu. Bunun səbəbi həmin şəxsin üst geyimsiz şəkildə şəkillərin ortaya çıxması və bədənində bir neçə xaçın döymə kimi görünməsi idi. Maraqlıdır ki, bu xaçlar adi xaçlar deyil, səlib yürüşlərinin simvolu olan xaçlar idi. Bu da göstərir ki, bir zamanlar tarixdə olan səlib yürüşləri yenidən qayıdır. Bir vaxtlar İslama qarşı aparılan müharibə yenidən dirçəlir. Yəhudilərə qarşı həyata keçirilən Holokostun bənzəri yenidən yaşanır. Ən sonuncu Peyğəmbərin ümmətinə qarşı qətliam, təzyiq, sürgün, zülm eyni şəkildə yenidən baş verir. Bu, tarixi dövrün təkrarlandığını göstərir. Məhəmməd Peyğəmbər sallallahu aleyhi və aleyh bu dövrün təkrarlanacağını belə ifadə etmişdir. Siz xristian və yəhudiləri addım-addım izləyəcəksiniz. O qədər ki, onlar kərtənkələ yuvasına girsələr, siz də onların arxasınca girəcəksiniz. Bu rəvayət bizə göstərir ki, müsəlmanlar keçmişdəki xristian və yəhudilərin səhvlərini təkrar etməklə onların izindən gedəcəklər. Peyğəmbərin xəbərdarlığı bu hadisələrin dövrün bir parçası olduğunu və tarix boyunca baş verən təkrarlanan hadisələrdə diqqətli olmaq lazım olduğunu göstərir. Bu həm keçmişdən dərs almaq, həm də gələcəkdə baş verə biləcək təhlükələrdən xəbərdar olmaq üçün önəmlidir. Bəli, və biz həmçinin sizin daha əvvəl qeyd etdiyiniz Əhl-i-Beyt rəvayətlərində də görürük ki, deyilir, əvvəlki peyğəmbərlərin sünnəsi qaimi zamanında da təkrarlanacaq. Tamamilə doğrudur. Biz bu mövzunu burada dayandıraq və izləyicilərimizin düşünməsi, ehtiyatlı olması və onlara xəbərdarlıq edilməsi üçün bu barədə düşünməsinə imkan verək. Mən qeyd etmək istəyirəm ki, İmam Əhməd Əl-Həsən əleyhissalam çox illər əvvəl yaşadığımız zaman haqqında danışıb. O bizə xəbərdarlıq etmişdi. Və bilirəm ki, mən bu barədə sizə də danışmışdım. İmamın nə dediyini sizə çatdırmışdım. O buyurmuşdu ki, Avropa və Qərbdə ifrat sağçılar hakimiyyətə gələcək və müsəlmanlara qarşı çoxlu hücumlar olacaq və o demişdi ki, bu hücumlar əvvəlcə gizli şəkildə həyata keçiriləcək. Hökumətlər nasistləri və ifrat sağçıları maliyyələşdirəcək və onları müsəlmanlara və ərəblərə qarşı hücumlar etməyə təhrik edəcəklər. Zahirdə isə bu əməlləri pisləyəcəklər. Amma əslində bunları maliyyələşdirən və dəstəkləyən onların özləri olacaq. Bütün bu hadisələr dünya ölkələri arasında qaçınılmaz müharibəyə aparan bir yolun tərkib hissəsi olacaq. Allah səni qorusun, övladım. Bu müzakirəyə qatıldığın üçün çox sağ ol. Səninlə yenidən danışacağıq. Çox təşəkkür edirəm, Əvaz Sadiq.